Salam əziz müəllimlər və abituriyentlər. Güvən test toplusunun 2024-2025-ci il buraxılışının hər bir variantının izahını YouTube kanalımızda paylaşırıq. Bugün isə düzxətli bərabər sürətli hərəkət bölməsinin test B izahı, test B-nin izahını verəcəyik. Gəlin başlayaq. Birinci sualda deyir ki, 36 km/saat sürətlə düzxətli bərabər sürətlə hərəkət edən avtomobil 5 saniyə ərzində getdiyi yolu hesablayın. Bu sadədir. S bərabərdir 1-2. Bizim düsturumuz S bərabərdir. V vurulsun T-yə bərabərdir. Yəni getdiyimiz yolu tapmaq üçün zamanı vurmalıyıq biz sürətə. Sürətimiz də metr bölünsün saniyəni ifadə eləməlidir. Yəni biz gətirib 36 km bölünsün saatı metr böl saniyə ilə ifadə eləyəcəyik. Deməli 36 1 kilometrimiz 1000 metrdir. 1000 bölünsün 3600. İxtisar gedir 36-dan 36 qalır 10 metr böl saniyə. Deməli 10. Deməli bizim sürətimiz 10-a bərabərdir. Yəni 10 vurulsun 5 bizə nə verəcək? 50 metr verəcək. 50 metr. Deməli 1-də olur D variantı. İkinci suala baxırıq. İkinci sualımızda deyir ki, bir dəqiqə. 2-də deyir ki, düzxətli hərəkət edən cismin hərəkət tənliyi x bərabərdir 30 plus 20 t şəklindədir. Bu cisim 5 saniyədə, cismin 5 saniyədə getdiyi yolu hesablayın. X bərabərdir. Baxın, bu tənlik budur. Bilirik ki, düzxətli bərabər sürətli hərəkətdə koordinat zaman tənliyimiz var. x0 plus v t-yə bərabərdir. Burada x son koordinatdır. Deməli, buradan bilirik ki, demək ki, yuxarı bura baxsaq, bizim x0-ımız nəyə bərabərdir? 30-a bərabərdir. Sürətimiz də bərabər olacaq 20-yə. Bizə 5 saniyədə getdiyi yol yenə S bərabərdir V T'dir. V-mizi tapdıq neçədir? 20-yə bərabərdir. 20 vurulsun T'miz də 5 saniyədir. 5. O da bizə verəcək nə qədər? 100 metr. Deməli cisim 5 saniyədə 100 metr yol gedib. Sonra 3-cü suala baxırıq. 50 metr böl saniyəni kilometr bölünsün saatla ifadə etməliyik. Deməli, bunu təyin eləsək 50. Buxardan yazıram ki, çox silməyə ehtiyac olmasın. 1 metrimiz, 1 kilometrimiz 1000 metrdir. Artıq bizdə tərsinə istəyir. Yəni metri kilometrə çevirmək istəyir. Yəni nə etməliyik? 1000-də 1-ə vurmalıyıq. Buxardan yazıram. 1000-də 1. Saniyəmiz də, saniyəni də saata çevirsək nə olar? 1 saatımız bilirik 3600 saniyədir. Onda bunun tərsini yazmalıyıq. Eləmi? Olacaq 3600-də 1. Burada yerinə qoysaq 50 bərabər olur. Yəni 50 vurulsun. 3600 yuxarı yerini dəyişir. 3600 yuxarı, 1000 düşür aşağıya. 1000 olmalıdır burada. 3 dənə 0. Bu ikisi ixtisar gedir. 10-dan 0 geçsin. Bu da 15 qalır. Deməli, cavabımız nə olur? 15 olacaq. 0 gedir. 50 ilə 10 ixtisar getsə, 5 qalır. 5 yuxarıda, bir də yuxarıda axı 36 var. 5-i 36-ya vurmalıyıq. 5 dəfə 6-nın 33 yadda. 515, 180 eləyəcək cavab. Sonra 4-cü sual. 18 kilometr böl saatı metr böl dəqiqəyə çevirmək istəyir bizdən. 18 metrimiz, yəni 10 1 kilometrimiz bilirik ki 1000 metrdir. 18 vurulsun 1000. 1 saatımız da 60 dəqiqədir. 60. Sıfırlar ixtisar gedir. 6 ilə 3 ixtisar aparsaq 3. 18 ilə yəni 6 ilə ixtisar aparsaq 3. Burada da 300 qalır. 300 kilometr metr bölünsün dəqiqə eləyəcək. Sonra 5-ci sual. 5-ci sualda deyir ki, buranı təmizləyək bircə dəqiqə. Düzxətli bərabər sürətlə hərəkət edən təyyarə 2 saatda 1400 kilometr məsafə qət edir. Təyyarənin 2-ci saatda getdiyi yol hesablayın. Yəni bizim o 2-ci saniyədə getdiyi yolu hesablamağımız üçün 2 saat ərzində getdiyi yoldan 1 saat ərzində getdiyi yolu çıxmalıyıq. Yəni 2 saat ərzində getdiyi yol, buraya yazıram S2, 1400 kilometrdir.
1 saniyə ərzində getdiyi nə olar? V vur T. Yəni biz əgər buradan da sürəti tapsaq, birinci təyin eləsək, yəni bilirik ki 2 saat ərzində, elə bunu yazmağa ehtiyac yoxdur. S bərabərdir VT olduğunu hamımız bilirik. 1400 bərabərdir 2 vurulsun V. Buradan tapıram ki V nəyə bərabər imiş? 700-ə. Deməli bu cismin, yəni bu təyyarənin sürəti 700-dür. Onda 700 olduğunu biliriksə əgər, burada 1 saat ərzində getdiyi yol tapmaq üçün 700-ü vuracağıq nəyə? 1-ə. Bu da eləyəcək 700. Deməli 2 saat ərzində getdiyi yol ümumi 700-ə bərabərdir. 1 saat ərzində getdiyi yol da 700-dür. Yəni onda bizim ikinci saatda getdiyi yolu tapmağımız üçün 1400-dən 700-ü çıxmalıyıq. O da bizə nəyi verir? 700-ü verəcək. Onda olacaq C variantı. Sonra 6-cı sualda düzxətli hərəkət edən cismin hərəkət tənliyi x bərabərdir 24 çıxılsın 3t şəklindədir. Bu cismin 5-ci saatda 5-ci saniyədə getdiyi yolu hesablayın. Yenə x bərabərdir x0 x bərabərdir x0 plus vt tənliyidir. Amma burada minusdur. Yəni bu nə deməkdir? Minusdursa o deməkdir ki cisim x oxunun əksinə düzxətli bərabər sürətlə hərəkət eləyib. Yəni bizim x0-ımızın qiyməti 24-ə bərabərdir. V-imizin qiyməti isə -3-dür. Yəni x oxunun əksinə cisim düzxətli bərabər sürətlə hərəkət eləyib. Onda 5-ci saniyədə getdiyi yolu tapmaq üçün bayaq dediyimiz kimi 5 saniyə ərzində getdiyi yoldan 4 saniyə ərzində getdiyi yolu çıxmalıyıq. 5 saniyə ərzində getdiyi yol VT düsturundan bərabər sürətlə hərəkətdir. V-imiz 3-dür. Yol da bilirik ki, heç vaxtı mənfi olmur. Yer dəyişməmiz yalnız mənfi olur. Ona görə də 3, burada 5-də 3 vur 5, 15 çıxılsın. 4 saniyə ərzində, yəni sürətimiz yenə 3-dür. 3 vur 4, 12, 15 çıxılsın 12 bizə nəyə verir? 3 metri. Deməli, bu cismin 5-ci saniyədə getdiyi yol 3 metrə bərabər olacaq. Sonra 7-ci sual. 7-ci sualda deyir ki, maddi nöqtə 5 metr böl saniyə sürətlə x oxunun əksi istiqamətində düzxətli bərabər sürətlə hərəkət edir. x0 bərabərdir 30 metr olarsa, ikinci saniyənin sonunda onun koordinatını hesablayın. Deməli, biz bilirik ki, cismimizin sürəti V bərabərdir 5 metr böl saniyədir. Yəni 5-ə bərabərdir. X oxunun əksinə hərəkət edir cisim. x0 isə 30 metrdir. Onun koordinatı tənliyi bilirik ki, x bərabərdir x0, x oxunun əksi istiqamətində hərəkət edirsə, v t-yə bərabərdir. İkinci saniyənin sonu deyir. Yəni t-miz 2-yə bərabərdir. X bərabərdir 30 çıxılsın. Sürətimiz 5-dir. Zamanımız isə 2-dir. Bizə ikinci saniyənin sonu deyir. Yəni ümumi 2 saniyə ərzində 30 çıxılsın 10 bərabərdir nə? 20. 20 metr olacaq. Sonra 8-ci sual. X oxu istiqamətində hərəkət edən cismin koordinatının zamandan asılılıq tənliyi hansıdır? X oxu istiqamətində hərəkət edirsə, cismin baxın bu tənliyin ikinci tərəfi var ha, ora mənfi olmalıdır. Hansılarda baxın, A-da plus 4T-də, orada sürət 4-dür. A gedir, B-də də baxın, burada mənfi 5-dir. Bu x oxunun istiqamətində olur deyə D olmaz. Əslində A olar, çünki x oxu istiqamətində deyir. Məsələn, baxın, Y variantında t-nin kvadratdır. Bu təcilli hərəkətə aiddir. B variantında mənfi 2t-dir. X oxunun əksidir. C variantında x00 olanda, baxın, mənfi VT düsturuna əsasən də bu başlanğıc koordinat 0-dan başlayıb demək ki, bu da mənfi 3-dür deyək. Cavabımız olacaq A variantı. Biz niyə belə götürmüşük? Plus 4-də x oxu istiqamətində hərəkətdir. Yəni, onda sürət müsbət olmalıdır. Sonra gəlirik 9-cu sualımıza. 9-cu sualda deyir ki, cismin getdiyi yolun zamandan asılılıq qrafiki verilmişdir. 4-cü saniyənin sonunda cismin sürətini hesablayın. Baxın, cismin
ikinci saniyənin sonunda, yəni 2 saniyə ərzində 10 metr yol gedibsə, bu cismin sürəti nəyə bərabərdir? Yəni V bərabərdir S bölünsün T'dir düsturumuz. Buradan yəni 10 bölünsün 2. Bu da bizə verir nəyi? 5-i. 5. Deməli cismin sürəti 5 imiş. Cisim də düzxətli bərabər sürətlə hərəkət edir. Düzxətli bərabər sürətli hərəkətdə S-in T'dən asılılığı bu şəkildədir. Dördüncü fərqi yoxdur. Bərabər sürətli hərəkət olduğuna görə bu cismin 2 saniyə ərzində də sürəti 5-dirsə, 4-cü saniyənin sonunda da sürəti 5 olacaq. Çünki düzxətli bərabər sürətli hərəkətdə sürət sabit qalır. 10. Maddi nöqtə ABCD trayektoriyası üzrə A nöqtəsindən D nöqtəsinə, yəni baxın bu trayektoriya üzrə gəlir. Gedilən yolun yer dəyişmənin modulu nisbəti. Baxın, bu gedilən yoldur. A-dan B-yə 5 metr, B-dən C-yə 10 metr, C-dən D-yə 5 metr. 10, 15, 20. Ümumi S yolumuz nəyə bərabərdir? Yol yazıram. S yolumuz bərabər olacaq 20-yə. Yer dəyişməmiz nə qədərdir? S yer dəyişmə yazıram bura. S yer dəyişməmiz baxın bu məsafədir. Başlanğıcdan və başlanğıc son nöqtəyə çəkilmiş ən qısa məsafə. Bu da nəyə paraleldir? Yuxarı paraleldir. Bura 10-dursa, deməli bura da 10-dur. Deməli yer dəyişməmiz də 10-a bərabər olacaq. Bizə deyir ki, yolun yer dəyişməyə nisbəti, yəni 20 bölünsün 10. 20-ni 10-a böləndə bizə nə verir? 2. 2. Deməli cavabımız nə olacaq? 2 olacaq. C variantı. Sonra 11-ci sual. A, B, C, D, K, M trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən M nöqtəsinə gələn maddi nöqtənin getdiyi yolun yer dəyişməsinə modulunda nə qədər çoxdur? Yəni nisbət soruşmur. Nisbət olanda vururuq, bölürük, amma nə qədər deyirsə tapıb bir-birindən çıxacağıq. Deməli, bu cismin baxın A-dan M-ə qədər gəldiyi yol budur. Baxın, bu biraz aşağıdan çəkdim ki, görə biləsiniz. A-dan B-yə 10 metr, B-dən C-yə 4 metr, sonra C-dən D-yə 6 metr, D-dən K-yə 3 metr, K-dan M-ə 4 metrdir. Nə qədər eləyir? 14, 20, 23, 27. Deməli, bu cismin S yolu nə qədər oldu? 27 metr oldu. 27. İndi S yer dəyişməsini təyin eləsək, S yer dəyişmə də haradır? Başlanğıc və son. A-dan M-ə gəlməyib. Başlanğıcı A-dır, sonda M-dir. Baxın bu nöqtə. Bura nəyə bərabər olur? Bura paraleldir, bir də bura paraleldir. Nə qədər olacaq? Elə bir ki, yarısı 4 metrdir, bu da 3 metrdir. Ümumi 7 metr olacaq. Bu da nə elədi? 7 metr. Yer nə qədər çoxdur? 27 çıxılsın 7 bizə verir nəyi? 20 metr. Deməli, aralarındakı fərq 20 metr imiş. Onda B variantı olacaq. Sonra gəlirik 12-ci sualımıza. 12-ci sualımızda deyir ki, cismin yer dəyişməsinin proyeksiyasının zamanın asıllıq qrafikində alfa bucağının tangensinin hansı fiziki kəmiyyəti, tangensə hansı fiziki kəmiyyəti təyin edir? Baxın, biz bilirik ki, buradan bir perpendikulyar endirsək əgər, nəyə paraleldir? S-ə paraleldir. Onda bu hissə S-ə bərabər ola bilər. Yəni, bura yazıram S. Aşağıda onsuz da T-dir. Tangens alfa bilirik ki, bucaq da budur. Yəni, S hipotenuz oldu. T hipotenuz yox. S katet oldu. T də katetdir. Hipotenuz da buradır. Gəlin hipotenuzu da çəkək. Baxın, bu hissə də hipotenuza bərabər olacaq. Burada hipotenuzdur. İndi biz bilirik ki, tangens alfa qarşıdakı katetin bitişik katet nisbətidir. Bucağın qarşısındakı katet S-dir. Ona bitişik katet isə T-yə bərabərdir. S-in T-yə nisbəti deməli bizə nəyi verir? S-in T-yə nisbəti bizə tangens alfanı verir. Eyni zamanda nəyi verir? V-ni verir. Yəni sürətidir. Deməli bizdən soruşsa ki, bucağın tangensi nəyi verir? Biz tapdıq ki, sürəti verirmiş.
Y variantı olacaq. Sonra 13. 5 cismin getdiyi yolun zamanın asılılıq qrafikləri verilib. Eyni zaman müddətində hansı cisim ən böyük, ən çox yol gedər? Təbii ki də eyni zaman müddətində ən çox yol gedən cismin sürəti ən böyük olan cisimdir. Biz də yuxarıdakı tənlikdən gördük ki, sürət harda ən böyükdür? Bucaq harda ən böyükdürsə, baxın bucaqlar çəkirəm. 1 bucaq, 4-dən aşağı çəkirəm, 3-dən aşağı çəkirəm. Yəni görürük ki, getdikcə bucaqlar nə olur? Böyüyür. Yəni bizə lazımdır ən böyük sürət. Deməli, bucaq ən çox harda olacaq? 1-də olacaq. Ona görə də 1-də olarsa, bu da olacaq A variantı. Belə tipli sualları bucaqlarla həll eləməyə çalışın. Yəni KT tipi tonuz qaydası ilə həll eləməyə çalışın. Sonra gəlirik 14-cü sualımıza. 14-cü sualda deyir ki, düzxətli bərabər sürətlə hərəkət edən cismin yer dəyişməsinin zamanın asılılıq qrafiki verilmişdir. Bu cismin 1 saniyədə getdiyi yolu hesablayın. Deməli, cismin 1 saniyədə getdiyi yolu hesablayın deyir. Gəlin, birinci bilirik ki, cisim düzxətli bərabər sürətlə hərəkət edir. Qrafikdən görünür. Buradan sürəti təyin eləyə bilərik biz. Sürəti təyin eləsək, V bərabərdir S böl T-dən bilirik ki, S-imiz 25 olanda zamanımız 5-dir. Onda sürətimiz 25 bölünsün 5, 5-ə bərabərdir. Yəni, bu o deməkdir ki, cismi 5 yaza bilmədik. 5. Bu cismin deməli sürəti 5 imiş. 1 saniyədə getdiyi yol zaman 1-dir. Yəni S bərabərdir. Onda VT 1 vurulsun 5. Deməli bu cismin 1 saniyədə getdiyi yol nə olacaq? 5 metr. 2 saniyədə getdiyi yol nə olacaq? 5 vurulsun 2 10 metr. Bu şəkildə bu qayda ilə hesablayırıq. Onda 1 saniyədə getdiyi yol 5 olacaq. C variantı. 15. Düzxətli hərəkət edən cismin koordinatının zamanın asılılıq qrafiki verilib. Aşağıdakı ifadələrdən hansılar doğrudur? Baxın, qrafikə baxan kimi bilirik ki, bu cisim hansı tənlikdə? Baxın, x bərabərdir. x0 buradadır. Özü mənfi hissədəndir. Baxın, mənfi x0-dandır. Mənfi x0. İndi demək ki, bu tənliyi aşağıdan yazıram. Baxın, x bərabərdir. Mənfi x0. X üzü yuxarı gedir. Deməli, üzü yuxarı gedirsə plus VT-dir. X oxu istiqamətində, əslində X oxu istiqamətində, yəni bu yeniləşən hərəkətdir. Yeniləşən yox, düzxətli bərabər sürətli hərəkətdir, amma X oxu istiqamətində. Məsələn, cisim X oxunun əksi istiqamətində hərəkət edir, yanlışdır. Prosto cisim X oxunun əksindən hərəkət etməyə başlayır. Yəni X sıfırdadır, mənfidən hərəkət etməyə başlayır, amma üzü yenə yuxarı qalxır. Yəni X oxu istiqamətində gedir. Ona görə də bir yanlışdır. X oxu istiqamətində hərəkət eləyir. 2 doğrudur. 2 doğrudur. Bərabər yeniləşən hərəkət edir, yox. Çünki bu cisim düzxətli bərabər sürətlə hərəkət edir. 3, 4 də düz deyil. Baxın, cisim düzxətli bərabər sürətlə hərəkət edir. Cavabımız olacaq 2, 5, Y variantı. Sonra 16-cı sual. 10 metr böl saniyə sürətlə düzxətli bərabər sürətlə hərəkət edən kürəcik nə qədər vaxtda A nöqtəsindən K nöqtəsinə çatır. A nöqtəsindən K nöqtəsinə qədər olan məsafə nə qədərdir? Baxın, buradan 0-a qədər 10 metrdir. Buradan da K nöqtəsinə 0-dan 40 metrdir. Ümumi yol nə qədər imiş? 50 metrdir. Yol olduğuna görə mənfi daha götürüb 40-dan 10-u çıxıb 30 yazmırıq. Çünki bizim yolumuzu təyin edirik. Yolumuzu təyin ediriksə, bax, bu 10-u da müsbət kimi götürürük. S-imiz deməli bərabərdir nəyə? 50-yə. S bərabərdir 50. Sürətimiz də 10-dur. Onda bizim T-miz nəyə bərabərdir? T bərabərdir S böl V-dir, düzdür. 50 bölünsün 10 bizə verəcək nəyi? 5-i. Deməli, cisim 5 saniyə gəlib buradan çatar. 17-ci sual. 17-də düzxətli 17. Düzxətli bərabər sürətlə hərəkət edən cisim 10 saniyə ərzində K nöqtəsindən M nöqtəsinə çatır. Başlanğıc zaman anında bu cismin K nöqtəsindən keçdiyini qəbul edərək onun koordinat zaman tənliyini hesablayın. Yəni, başlanğıc anda cisim K nöqtəsindən hərəkət edibsə, deməli, bu cismin x0-ı mənfi 20-dir. Baxın, A nöqtəsində vapşım 60-dır. D ola bilər. B nöqtəsində müsbət 20-dir deyə saymırıq, mənfi 20 olmalıdır. Deməli, D-nin, Y-nin və C-nin arasında qalırıq. İndi gəlin sürəti təyin edək. Bu cisim
20 metrdən, baxın, buradan bura qədər 20 metr məsafə var. Buradan bura qədər isə M nöqtəsinə kimi isə 60 metr məsafə var. 60, 20, 80. Ümumi gedilən 80-dir və bu cisim 10 saniyə gedir. Deməli, bizim sürətimiz nə qədər imiş? 8 imiş. Və cisim özü x oxu istiqamətində yönəlib. Baxın, deməli bizim sürətimizin qiyməti 8-dir, özü müsbət 8-dir. Onda Y variantında vapşim təcili hərəkətli Y variantını çıxırıq. D-də də 8 deyil, sürət 4-dür. Cavabımız olur C variantı. 18. Cismin koordinatının zamandan asılılıq qrafik verilmişdir. 5-ci saniyədə cismin getdiyi yolu hesablayın. Gəlin bu cismin sürətini təyin eləyək. Cisim x oxu istiqamətində yeniləşən hərəkət edir. Nə olsun ki, başlanğıcı x0-dan başlayıb. Tənlik belədir, yəni mənfi x0 plus vt. Burada üç bucağımız yarandı. Deməli, gəlin onda biz sürətimizi təyin eləyək. V bərabərdir, bilirik ki, sürətin tənliyi nədir? X çıxılsın, x0 bölünsün t-dir. x0. Deməli, 3 saniyə ərzində koordinat mənfi 6-dan gəlib 0-a. Buranı hesablayaq. Gəlib 0-a. Deməli, son koordinatımız 0-dır. 0 çıxılsın. Deməli, mənfi 6. 6 bölünsün olacaq. Mənfilərimiz bir-birini müsbətləşdirəcək. 6 bölünsün 3 bizə verəcək 2. Deməli, bu cismin sürəti 2-yə bərabər imiş. Cismin sürəti 2-dirsə 5 saniyədə getdiyi yol 5 vurulsun 2. VT distoruna görə 5 vurulsun 2 nə eləyəcək? 10 metr. Deməli, bu cismin getdiyi yol nə olacaq? 10 metr. Burada əsas məsələ birinci olaraq sürət təyin edirik. Sürət təyin edəndən sonra məsələ nə yerdədir? Həll edirik. 19-cu sual. İki cismin koordinatının zamandan asılılıq qrafikləri verilib. 5-ci saniyənin sonunda bu cisimlər arasındakı məsafəni hesablayın. 5-ci saniyənin sonu haradır? Baxın bura. Bu halda cismin biri 20-dədir, biri 5-dədir, 5 metrdə. Bunlar arasındakı məsafə nə qədərdir? 20 çıxılsın 5, yəni buranı istəyir də bizə. 20 ilə 5, 15 Y variantı. Sonra 20, cismin koordinatının zamandan asılılıq qrafiki verilib. Hansı? Buna uyğun deyir ki, tənliyi qurun. X bərabərdir x0 plus vt tənliyidir. Fərqi yoxdur, minus da ola bilər. İndi baxıram qrafikə. Baxın, başlanğıc koordinat nədir? 10. Çünki 10-dan başlayıb. Hara gəlib? 6-ya. Bizə lazım olan başlanğıc koordinatı. Çünki düsturumuzda başlanğıc koordinatımızdır. Vs x0'ımız. Deməli, onda başlanğıc koordinatımız 10 olanlar hansılardır? Bax, A-dır, C-dir, Y-də yoxdur. O demək, Y-də deyir ki, 0-dan başlayır. Yox, 0-dan başlamır, axı, ondan başlayır. D-də də eyni söz deyir. B-də deyir ki, 6-dan başlayır. Yox, son koordinatı 6-dır. Başlanğıc koordinatı 10-dur. A-la C-nin arasındakı tək fərq plus T-dir, yoxsa minus T-dir. Yəni, bu o deməkdir ki, x oxu istiqamətində mi gedir, yoxsa x oxunun əksinə gedir. Burada görürük ki, x oxunun əksinə gedir. Yəni, x oxunun əksinə olanda qrafik bu şəkildə olur. Yəni, buradan bu istiqamət. X oxu istiqamətində olsaydı, buradan gedərdi və yaxud da x0-dan müsbətdən başlayırsa, buradan yuxarı qalxardı. Ona görə də x oxu istiqamətində əksinədir deyə, onda biz C variantını götürəcəyik. 21-ci sual. Maddi nöqtə düzxətli bərabər sürətli hərəkət edərək 10 saniyə ərzində AB məsafəsini qət eləyirsə, bunun Y oxu üzrə proyeksiyasını, sürətinin proyeksiyasını təyin edin. Baxın, Y oxu üzrə deyirsə, bura baxırıq. Baxırıq ki, cisim A-dan B-yə getmək üçün nə qədər yol getməlidir? Bax, bura 40-dan 100-ə gedib, 60 metr yol gedir. Yəni, bunun neçə 60-dır? Və deyir ki, 10 saniyəyə gedir. Fərqi yoxdur. 10 saniyə, x oxu üzrə də 10 saniyə gedir, y oxu üzrə də 10, t də 10-dur. Bizdən v-ni istəyir, v bərabərdir s böl t-dir. Yəni 60 bölünsün 10, bu da bizə nəyi verir? 6-nı verir. Demək ki, onda bizim cavabımız nə olacaq? C variantı olacaq, yəni 6. Sonra 22-ci sual. Cismin koordinatının zamandan asılılıq qrafikləri verilmişdir. Qrafiklərin hansı x oxu istiqamətində bərabər? Ümumiyyətlə, bərabər sürətli hərəkətdə bilirik ki, x-in t-dən asılığı koordinat başlanğıcından çıxan xəttdir. Yəni, 4 olmaz. 3 olmaz. 3 yavaşlayan hərəkətdir. Kvadratik asıllıq yoxdur. Düz xətli bərabər sürətli hərəkət o təcilli hərəkətə aiddir. Bir də eyni şəkildədir. Bir də lazım deyil. Biri də götürürük. Ya 2-dir, ya 5-dir. Bizə x oxu istiqamətindədir deyə aydındır ki, 2-ni götürəcəyik. 5 x oxunun əksinə olur. Mənfi tərəfə keçib artıq. 23. X oxu istiqamətində düzxətli bərabər sürətli hərəkət edən, yenə S-in T-dən asılılığını soruşur. X oxu istiqamətindədir və düzxətli. Baxın, B olmaz. Çünki bərabər sürətli hərəkətdə kvadratik asılılıq yoxdur. C də olmaz.
D-də də kvadratik asılıdır, ya A-dır, ya Y-dir. X oxu istiqamətində deyə biz mütləq A-nı götürməliyik. Sonra 23-cü sual 24. Düzxətli hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilib. Yenə baxın, S-in T-dən asılılığını istəyir düzxətli hərəkətdə, amma bu səfər X oxunun əksini istəyir. A olmaz kvadratik asılı, D olmaz kvadratik asılı, C olmaz kvadratik asılı, B olmaz. Niyə görə B olmaz? Çünki xətt düzdür, amma istiqamət səhvdir. X oxu istiqamətində yox, X oxunun əksi lazımdır bizə, yəni Y variantı. 25. Yer dəyişimi ilə yolun fərqləri. Hər ikisi ruletka ilə ölçülür. Düzdür bu. Hər ikisi ruletka ilə ölçülür. Çünki yolun varimetrdə yer dəyişməndə var. Skalyar cəmiyyət olan yoldur. Yadınızda saxlayın. Yer dəyişmə vektorialdır, yol skalyardır. Hər ikisinin vahidi eynidir. Trayektoriyanın başlanğıc və son nöqtəsinin istiqamətlənmiş düzxət parçası yer dəyişmədir. 3, 5, 1, 4, 2 olacaq cavab. 26-cı sual. Yolla zaman arasındakı fərqləri istəyir. Yolumuz S-lə işarə olunur, bilirik. Zamanımız da T-lə işarə olunacaq. Saatla ölçülür zaman. Xəttkeşlə ölçülür yol. Skalyar cəmiyyətdir hər ikisi. Həm yol, həm zaman skalyar cəmiyyətdir. Vahidi saniyə olan zamandır, bir də perioddur. Vahidi metr olan yoldur. 5, 2, 5, 3, 1, 4. 27. Düzxətli hərəkət edən cismin hərəkət tənliyi x bərabərdir 40t minus 60'dır. Bu cismin 5 saniyədə getdiyi yolu hesablayın. Tənliyimiz budur, baxın. X0 plus vt. Bu tənliyin adı düzxətli bərabər sürətli hərəkətdə koordinat zaman tənliyidir. Baxsam t-nin yanındakı v-dir. Burada da v t-nin yanında nədir? 40'dır. Deməli sürətimiz 40 imiş. 40. Sonra x0'ımız da nədir? Mənfi 60'dır. Bizdən istəyir ki 5 saniyədə getdiyi yol. Sürət düzxətli bərabər sürətlərə hərəkətdir. VT-dir yenə. V-miz nə qədərdir? 40'da özdə müsbət 40'dır. 40 vurulsun. Bugün 4'ü yaza bilmədik. Həmişə 40 vurulsun. 5, 200. Heç nə, cavabımız olacaq nə? 200. Sonra 28-ci sual. Düzxətli hərəkət edən cismin koordinatının zamandan asılılıq grafikinə əsasən onun sürətinin x oxu üzrə proyeksiyasını hesablayın. Yəni sürətin proyeksiyasını istəyir. Dostlar, deməli tənliyimizi bilirik ki, düzxətli hərəkətdə sürətimizin tənliyi x0 son koordinat çıx, başlanğıc koordinat böl zamandır. Baxıram, son koordinat neçədir? Mənfi 4-dən gəlib 6-da durub. Baxın, burada 6 minus başlanğıc koordinat mənfi 4. Belə yazıram ki, mənfilər bir-birini aparacaq. Bölək neçə saniyədə bu işlər baş? 5 saniyədə. 6 bura plusdaşdı. 6 plus 4. Baxın, bu plusdur. 10 bölünsün. 5 eləyəcək 2. 28-də cavab olacaq nə? 2. Sonra 29-cu sual. ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən C nöqtəsinə gələn cismin getdiyi yolu hesablayın metrlə. Deməli, A-dan C-yə gəlib, bu trayektoriya üzrə gələcək A-dan C-yə. Bura. Deməli, burada 1, 2, 3, 4 dənə xana var. Hərəsinin deni 2 metrdir. Bura eləyəcək ümumi 8 metr. B-dən C-yə isə 1, 2, 3-dür. Hərəsi də 2 metr deni. Bu da eləyəcək 6. 8 plus 6 nə eləyəcək? 14. Deməli, bizim ümumi gedilən yolumuz 14 imiş. 30. 72 km/saat sürətlə düzxətli bərabər sürətlə hərəkət edən avtomobilin 20 saniyə ərzində getdiyi yol. Buradan bu asan sualdır. Sadəcə burada əsas məqsəd 72 km/saatı metr bölünsün saniyəyə çevirməkdir. Bunun üçün də bilirik ki, 72-ni vuracağıq 1000-ə, böləcəyik 3600-ə. Məsələn, bunlar ixtisar gedir. 72 ilə 36 2 dəfədir. Bu da eləyəcək nə? 20. Deməli, bizim sürətimiz 20-dir. Zamanımız da 20-dir. Yolumuz nə qədərdir? V vur T. S bərabərdir V vur T. 20 vurulsun. 20 nə eləyir? 400 metr. Vəssalam. 31. Avtomobillər bunu görürük yəqin ki, 180 km/saat sürətlə hərəkət edir. 180 km/saatı metr böl saniyəyə çevirəcəyik. Yəni, vuracağıq 1000-ə, böləcəyik 3600-ə. O da eləyəcək nə qədər? O da eləyəcək nə qədər? 50. Bu da 50 eləyir. 180 km/saatı kilometr böl dəqiqə. Yəni 180-i kilometrdə olduğu kimi deyə heç nə eləmirik. 1 saatı da dəqiqə, yəni 60-dır bu da.
Bu da gedir nə olur? 3 eləyir. Deməli bu da 3-ə bərabər imiş. Sonra 32-də də yenə 30 metr böl saniyəni indi tərsinə də kilometr bölünsün saata çevirəcəyik. Yəni 30-u vururuq 1000-ə, bölürük yenə 30-u vururuq 1000-də 1-ə, bölürük 3600-də 1-ə. O da nə eləyəcək? Deməli 30 vurulsun 3600 qalxır yuxarı 108 eləyir. 108 30 metr böl saniyə dəqiqə. Yəni 30 vur 1 bölünsün saniyəmiz nə qədərdir? 60-da 1. O da eləyəcək nə? 1800 vuracaq. O da eləyəcək 1800. Sonra 33-cü sual. Düz xəttli hərəkətdən cismin koordinatının zamandan asılılıq qrafikinə əsasən aşağıdakı ifadələrdən doğru olanları seçin. Qrafikdən görürük ki, tənlik budur. X bərabərdir x0 minus VT. Müsbət x0-dan koordinatdan başlayıb, amma üzü aşağı gedir. Yəni x oxunun əksinədir. Yavaşdan hərəkət edir, yox. Ümumiyyətlə bu hərəkət x oxu bərabər sürətli hərəkət üçündür. Bir yanlışdır. Yayınlaşan hərəkət edir, yox. Bərabər sürətli hərəkət edir 3. X oxu istiqamətindədirmi, yoxsa əksinədirmi? Dedik ki, əksinədir. Ona görə də 30 üstə olur. Cavabımız 3 və 4. 34-cü suala baxırıq. Spidometrin aşağıda qeyd olunan göstəricilərini, yəni ölçmə həddi nə qədərdir bunun? Ölçmə həddi maksimum baxın 320-dir. 320-yə qədər gələ bilər. Spidometrin xətanı hesablayanda, yəni 2 dənə arxa-arxaya gələn rəqəmdən bir-birini çıxırıq, bölürük aralarındakı o xəttlərin sayına. 40-dan 20-ni, məsələn, burada 40-dan 20 bu hissəyə baxıram. 40 çıxılsın 20, 20-ni bölürük neçəyə? Aralarındakı xətt nə qədərdir ki? 20-ni böləndə 2-yə 40 çıxılsın 20-dirmi bu, yoxsa 40 çıxılsın 20, 20-ni bölürük nəyə? 2-yə, o eləyir 10, xətadır, 10-u da 2-yə bölürük 5. Spidometrin göstərişi, hazırdakı göstərişi nəyə bərabərdir? 180-dir. Tam torandır, görün, tam aydın deyil. Bir bölgünün qiyməti də 40 bölünsün 20, yenə 20 bölünsün 2, 10. Bir bölgünün qiyməti 10-dur, amma xətanı tapanda bir bölgünün qiymətini bölürük 2, ona görə də 5 olub. 35. Ölçmə həddi nə qədərdir maksimum? 10 santimdir. 10 santim necə? Bu da eləyəcək 100 millimetr. Xəttkeşin xətası deyəndə, məsələn, buranı hesablayıram. 8 çıxılsın 7, 1. 1-i bölürsən nəyə? 10-a. O da eləyəcək. 1-i 10-a böləndə 0,1. Eləmi? Amma bizə millimetrlə istəyir deyə. Metrimiz 100.000 millimetr. O da eləyəcək 0,5. 0,5-dir. Buraya yazıram. 0,5. Qələmin uzunluğu 10 santim. Amma bizdən millimetrəni istəyir. Qələmin uzunluğunu istəyir. Burada 8, 1, ümumi qələm 7-dir. Amma 7 santim bizdən də millimetrəni istəyirdi 70. Bu da olacaq 70. Xəttkeşin uzunluğu 10-dur. Qələmin uzunluğu 7-dir. 70. Bir bölgünün qiyməti də xəttkeşin xətasını bölürsən nəyə? Yarıya. O da eləyir millimetrini hesablayanda o da 1 eləyəcək.